Deməli, birinci sualda deyilir ki, A, B, C, D, E qonşudular və 5 dənə də peşə verilib. Deməli, mən burada cədvəl qurmalıyam 5-in 5-ə. Adları yazacağam, bir də ki, peşələri yazacağam. İndi burada sadəcə olaraq ipucu az verilibdir. Ola bilər ki, hamısının peşəsi tapılmasın. Əsas odur ki, bizdən soruşulan tapılırsa, yəni problem yoxdur, elə soruşulanı götürürük, qalanları tapılmasa da olar. Burada hərfləri düzürəm. A, B, C, D, E. Peşələr də ki, həkim, polis, M-lı yazıram, yəni ki, müəllim, M-hı yazıram, mühəndis, sonuncuda jurnalist. Mühəndis və jurnalist. Deyir, A ya həkimdir, ya jurnalistdir. Deməli, A ya həkim, ya jurnalistdirsə, digər peşələrə A üçün çıx qoyuram. Polis deyil, müəllim deyil, mühəndis deyil. C polis deyil. C polis deyilsə, çıx qoyuram. C və E-nin maşınları var. İndi bu maşınları nəyə görə bizə deyir? Sonra çünki deyir ki, həkim olanın maşını yoxdur. Onda deməli, C və E-nin maşını var, həkimin maşını yoxdursa, nə C, nə E həkim deyil. Sonra deyir ki, müəllim və mühəndisin də maşını yoxdur. Amma C və E-nin maşını var idi. Deməli, C və E nə müəllim deyil, nə mühəndis. Çünki müəllimlə mühəndisin maşını yoxdur. Deməli, E nə müəllim deyil, nə mühəndis, C da nə müəllim deyil, nə mühəndis. Onda C-nin peşəsi tapılır. 4 dənə çıx varsa, bir dənə üstə gəl. Sonra qalxıram yuxarı, bu xanalara çıx qoyaq. A-nın peşəsi tapıldı. A oldu həkim. A həkimdirsə, digər həkim xanalarına çıx qoyuram. E-nin peşəsi tapılır, polis. E polis isə digər xanalara çıx qoyuram. Məndən E-nin peşəsini soruşurdu, B variantı. O biri 2 dənəni tapa bilmirəm, çünki başqa ipucu verməyibdi. Tapmama da ehtiyac yoxdur. 2-də deyir ki, Elvin Muraddan böyükdür. Elvin böyükdür Muraddan. Sonra deyir ki, Fəridə yaşca ən böyük olanıdır. 5 nəfərdir bunlar, ona görə 5 dənə yer ayırıram. 1, 2, 3, 4, 5. Fəridəni yazıram ən başa. Onda Fəridəni buradan silək. Fəridə ən böyüdür. Mən deməli, böyükdən kiçiyə belə düzürəm də, böyükdən kiçiyə, 1-dən 5-ə, böyükdən kiçiyə. Deməli, Fəridə ən böyüdür, Elvin Muraddan böyükdür. Famil ən kiçik deyil. Famil ən kiçik deyil. Famil yazıram, üstünə xətt çəkirəm. Deməli, Fəridə, buna baxda, Yaqut Muraddan böyükdür. Deməli, Elvində Muraddan böyükdür, Yaqutda. Sonra sualın özündə bir dənə cümlə verir. Deyir, Yaqut Elvindən böyükdür. Onsuz Yaqut Muraddan böyükdür, Elvin Muraddan böyükdür, Yaqut Elvindən də böyükdür. Onda elə birbaşa Yaqutu yazaq Elvinin də qabağına. Yaqut böyükdür həm Elvindən, həm Muraddan. İndi bunların arasında bəlkə başqa adamlar da ola bilər. Yəni, bunlar ardadır etməli deyil. Bəlkə aralarda başqa adamlar da olmuş ola bilər. Amma ən az sadəcə bunu bilir ki, Yaqut Elvindən böyükdür, Elvin Muraddan. O demək deyil ki, üçü də yanaşı dayanmalıdır. Bir də bunu bilir ki, famil ən sonuncu deyil. Buradan əslində famil ya 4-dür, ya 3-dür, ya 2-dir. Famil üçün bu yerləri gəzdirirəm hər dəfə. Baxıram ki, sualda nəyi soruşur bizdən? Deyir ki, 3-cü yeri kimlər tuta bilər? Deməli, bir neçə versiya var da. Famili 4-də, 3-də, 2-də gəzdirirəm. Görürəm ki, 3-cü yeri kimlər tuta bilər? Ya da ki, biraz da dəqiq baxsam, burada ən kiçik adam kimdir? Fəridə deyil, Fəridəni çıxmışıq. Famil də deyir ən kiçik deyil, famil çıxıram. Qalır Elvin, Murad, Yaqut. Burada da görürəm, axı, Murad onların arasında kiçikdir. Deməli, 5-ci yer tutan Muraddır. Yəni, yaşca. 5-ci yer Muraddırsa, o biri 3 yerə qalır Yaqut, Elnur, Famil. Yaqut, Elnur, Famil. İş orasındakı biz famillə bağlı başqa heç bir cümlə bilmirik. Onda famil elə ən böyüyü də ola bilər. Yəni, famil gəlib 2-ci sıraya da yazıla bilər. Famil, sonra Yaqut, sonra Elnur. Onda deməli, Yaqut oldu 3-cü sırada. Yaqut 3-də ola bilər. Deməli, biri olacaq Yaqut. Sonra ola bilər ki, bəlkə famil ortadadır, Yaqut yenə Elnurdan böyükdür. Onda famil oldu 3-də. Bir də ola bilər ki, bəlkə famil onların üçünün arası, 3 nəfərin arasında kiçiyi də ola bilər. Yəni, famil kiçikdir, amma Yaqut böyükdür Elnurdan. Belə də ola bilər. Deməli, 3-cü sıranı Yaqut da tuta bilər, famil də tuta bilər, Elnur deyirəm, Elvin də tuta bilər, D variantı. 3-də deyir ki, şirkətin rəhbəri iqtisadçı, mühasib, marketinq mütəxəssisi və satış meneceri ilə iclas keçirir. Yəni 4 nəfərlə. Rahim, Əli, Mehdi, Ziya. Mühasib Əli və Ziyanın arasında əyləşib. Onda mən burada həm cədvəl qurmalıyam, həm də ki, o əyləşmə sıralarından da kömək ala bilərəm. Yəni, həm cədvəl kimi istifadə edəcəm, həm cədvəl quracam, həm də onların əyləşməsinə də baxacam. Adları qeyd edək. Əli, Mehdi, Ziya, Rahim. Rahim, Əli, Mehdi, Ziya. Peşələr də ki, iqtisadçı, mühasib,
iqtisadçı, M-Ü, mühasib, marketinq, M-M, marketinq mütəxəssisi və satış meneceri, satış. Rahim deyir ki, mühasib Əli ilə Ziya. Deməli, Əli ilə Ziya mühasib deyil. Nə Əli, nə Ziya mühasib deyil. Burada onu yazsaq daha yaxşı olar əslində. Əli, Ziya. Bu isə hər kimdir bilmirəm, amma ki, mühasibdir. Və deyir ki, Rahim və mühasib, deməli, Rahim də mühasib deyil. Deyir, Rahim və mühasib satış menecerinin müxtəlif tərəflərində əyləşib. Deməli, Rahim də mühasib deyil. Yazıram bura Rahim. Bunlar yazmayanda nəsə ipucu gözdən qaçır. Yazanda daha yaxşı olur. Rahim və mühasib satış menecerinin müxtəlif tərəflərində, yəni solunda və sağında. İndi aralı da ola bilər, yaxın da ola bilər, amma ümumiyyətlə sol-sağdır. Rahim, satış menecerini yazıram ortaya. Bir tərəfində Rahim var, Rahim. Bir tərəfində də mühasib var. Deməli, onda Rahim nə satış meneceri deyil, nə mühasib deyil. Rahim nə satış meneceri deyil, nə mühasib deyil. Mühasibin kim olduğu tapılır ki, M. Mehdi mühasib imiş. Sonra buradan baxsaq növbəti ipucularına. Ziya və satış meneceri yan-yana əyləşməyiblər. Deməli, Ziya satış meneceri deyil. Satış menecerinin sütununa baxsaq, burada tapılır. Ə hərfi satış meneceri imiş. Burada çıxları qoyduq. Başqa nə ipucu verib? Rahim iqtisadçıdan solda oturub. Rahim iqtisadçı deyilsə, marketinq mütəxəssisidir. Ziya da iqtisadçıdır. Rahimin ixtisası oldu E variantı. Burada deyir ki, 5 nəfər seçiləcək. 5 dənə yer ayırıram, 7 nəfərdən 5-i seçiləcəyi üçün. İndi baxıram ipucularına. Deyir, ya D, ya C mütləq olmalıdır. Deməli, bu ilk yeri ayırıram D və C üçün. İkisindən biri olacaq. Deyir, ya D, ya C olmalıdır, amma hər ikisi birdən olmaz. Yəni, ikisindən biri olacaq. Yəni, birinci yer doldu. İkisindən birinindir. F nümayiş olunsa C da nümayiş olmalıdır. Onda F olan yerdə mütləq C olmalıdır. Amma demir ki, C olan yerdə F da olmalıdır. Desəydi ki, F və C-dan biri varsa, o biri də olmalıdır. Onda ikisi eyni anda. Amma deyir ki, F olan yerdə C olmalıdır. Bəlkə də C tək başına olar, heç F olmaz. Yəni, bu cümlə bir tərəflidir. Sonra deyir ki, B olsa, D olmamalıdır. B nümayiş olunsa, D olmamalıdır. Onda B üstə gəl D olmaz. B olan yerdə D olmaz, D olan yerdə B olmaz. Sonda əsas ipucu sondadır. Deyir, A-nı, B-ni, N-i seçirsə, nümayiş etdirməyə qərar gəlirsə. Gəlin, boş yerləri yazaq. A, bir doludur da. A, B, E. Deyir, o biri hərflər hansılar ola bilər? Nümayiş olunacaq digər geyimlər hansılar olacaq? Baxıram elə buradakı qeydiyyatma. Demişəm ki, B olan yerdə D olmaz. Onda burada B varsa, D-ni buradan silirəm. Burada mütləq D və C-dan biri olmalıydı axı. Deməli, bu C imiş. Deməli, biri C-dir. Və D olmaz, C olar. D olan variantları atıram. C-nin olmadığı variantda atıram. C olan variantlar lazımdır mənə. İndi bu tapdığımız hərfləri buradan silək. A getdi, B getdi, E getdi. Bunu özləri demişdi. C-ni tapdım mən. D olmaz. Ona görə D-ni da sildim ki, görüm yerdə nə qaldı. C qaldı, F qaldı. Bu 5-ci yerə mən F-ni qoysam, məcburam ki, C-ni də qoyum. Onda gələk təzə yer açılsın. Amma deyirək 5 dənə yerdir. Ona görə F-ni yaza bilmədiyim üçün C-ni yazıram. Deməli, biri C imiş, biri də C imiş. Cavab oldu C variantı. Sonra 5 qohumluq əlaqələri ilə bağlıdır. Deyir, Akif Nailənin qardaşıdır. Yazıram Akif, Nailə. Burada artıq bilirəm ki, B-Q, yəni bacı qardaş. Nailə Zənfiranın anasıdır. Nailədən aşağı xətt çəkirəm, yazıram Zənfira. Buraya yazıram ana. Daha burada qız yazmıram, adından onsuz bilinir. Bəzən elə adlar olur ki, biz başa düşmürük cinsiyyəti. Amma Zənfira onsuz da qız adıdır. Zənfira Dadaşın bacısıdır. Onda Zənfiranın yanına xətt çəkirəm, yazıram Dadaş. Bunlar da B-Q, bacı qardaş. İndi Nailə Zənfiranın anasıdırsa, deməli Dadaşın da anasıdır. İndi bizdən soruşur ki, Dadaş Akiflə necə qohumdur? Burada bəlkə bu həm bacı oğlu, həm dayı variantı olmağı çaşdırır. İkinci söz nədirsə ona baxırıq. Yəni Akifin nə idi? Akiflə necə qohumdur? Bunu belə yadda saxlayın ki, ikinci sözə görə Akifin nə idi? Bu mənada. Akiflə necə qohumdur? Yəni ki, Akifin nə idi? Akifin nə idi? Akifin bacısı var Nailə, onun da oğlu var Dadaş. Deməli, bacısının oğludur. Amma desəydi ki, Akif Dadaşla necə qohumdur? Şəkilsiz Dadaşı artırılsaydı, onda dayı götürərdim. Dadaşın dayısıdır. Amma Akiflə necə qohumdur? Akifin bacısı oğludur. 9 dənə yer ayırıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Deyir ki, 3 mavi, 3 qırmızı, 3 yaşıl. Bu asan bir şərtdir, amma bunu burada mən yazmalıyam ki, M, Q,
Tapdıqca xəttliyim görüm neçə dənə qaldı. Yerində neçə dənə qaldığını tapmaq üçün. Yerləşdirdikcə siləcəm. Üçüncü bina qırmızıdır. Gəlirəm 3-ə yazıram Q, Q'ların birini silirəm. 1 və 6 eyni rəngdədir. Buradan hələ ki bir şey çıxmır. Amma eyni rəngdədirsə, bu o deməkdir ki, ora işarə qoya bilərəm də özüm üçün. Yəni 1 ilə 6-ya tutaq ki, bir dənə üçbucaq çəkərəm, dairə çəkərəm, bilirəm ki, ora eyni hərf yazılacaq. Bunu yadımdan çıxarmamaq üçün belə eləyirəm. Yaşıl rəngli binaların hamısı təkdir. Məsələn, 3 dənə yaşıl var. Gəlin elə belə bütün təkləri yaşıl yazaq. 1, 3, 5, 7, 9. Görürəm ki, məsələn, 3 onsuz da doludur. Sonra 1-ə yaşıl qoysam, biz dedik ki, üçbucaqlara eyni şey yazılmalıdır. Onda burada yaşıl olur. 1 də yaşıl, 6 da yaşıl. Axı deyir, yaşılların hamısı təkdir. Onda 1-ə də yaşıl qoya bilmirəm. Ona görə bu üçbucağı burada qeyd eləməyim mənə kömək edir. Onda yaşıl 3 dənə idi. Burada 5 qaldı, 7 qaldı, 9 qaldı. 5-ə, 7-yə, 9-a yaşıl yazıram. Yaşılların da hamısını yerləşdirdim. İndi baxıram əlimdə nə qalıb? 3 dənə mavi qalıb, 2 dənə də qırmızı qalıb. Başqa da bir dənə də ipucu qalmayıbdı. Deməli, onda burada bir çox versiya var. Bizdən mütləq doğrunu soruşur. Məsələn, A-da deyir ki, 4 və 6 fərqli rəngdədir. İndi nə 4-ü bilirəm, nə 6-nı. Əlimdə 3 dənə mavi var. Bəlkə elə 1 də mavidir, 4 də mavidir, 6 da mavidir. Bəlkə elə eynidir. Bəlkə də fərqlidir. Bəlkə doğrudan da biri qırmızıdır, biri mavidir. Əlimdə qırmızı da var, mavi də var. Amma B-də deyir ki, 5-ci bina yaşıldır. Baxıram ki, doğrudan da 5-ci bina yaşıldır. Bunu 100% tapmışıq. Amma ehtimal olanda götürmür. Yəni, elə də ola bilər, belə də ola bilər, o sayılmır. Bir dənə də səhv varianta baxaq, deyir, 2-ci bina mavidir. Axı, tapmamışıq. Yəni, amma yoxlaya bilərəm. Bəlkə doğrudan elə məcburən 2-yə mavi düşəcək. Amma görürəm ki, elə bir şərt yoxdur da, elə bir qadağa yoxdur, başqa şərt yoxdur. 2-yə mavi də qoya bilərəm, istəsəm qırmızı da qoya bilərəm. Buna görə elə bir dənə düzgün variant B-dir. Tapdıqlarımın içində elə bunu mən rahatlıqla görürəm, götürürəm. 7-də deməli, yenə 5 nəfər 5 peşədir, cədvəl qurmalıyım. Amma bir də onların maşında oturmasına baxacam. Necə ki, bayaqları 4 nömrəli sualda, 3 nömrəli sualda biz o Əli, Ziya, Rasim, Rahim onları yerləşdirəndə sağ-sol yerləşdirirdik, baxırdıq ki, kim nədir, nə deyil. Burada da eyni şəkildə mən cədvəldən əlavə o formada onların oturacaqlarda harada oturduqlarını qeyd etməyə çalışacağam. Yəni, maşınla gedirlər. Maşında oturacaqları bəllidir. Yəni, 2 dənə qabaqda var, 3 dənə də arxada. Deməli, bir dənə adları qeyd edeyim, baxaq. Anar, Kamal, Rasim, Samir, Elnur. Peşələr. Müəllim, karateci, rəqqas, proqramçı, basketbolçu. Proqramçı, basketbolçu. İndi peşələri yazdıq, adları yazdıq. Deyir ki, həmin şəxslər maşından gedirlər. Sükanın arxasında müəllim əyləşib. Gəlin, maşını təsvir edək, 5 nəfərdilər də. Bu, deyək ki, rol olsun, sükan olan hissə. Yanında 1 nəfər, arxada da 3 nəfər. Sükanın arxasında əyləşən müəllimdir. Bu şəxs müəllim imiş. Qabaqda onun yanında Kamal oturub. Deməli, Kamal müəllim deyil. Məsələn, buradan bunu tapdım ki, Kamal müəllim deyil. Samir arxada Rasim ilə basketbolçunun arasında əyləşib. Onda bu olsun Samir. Rasim ilə basketbolçu hansı sağdadır, hansı soldadır bilmirəm. Heç bəlkə çox da önəmli deyil. İndi lazım olsa baxarıq ona. Əgər elə bir ipucu versə baxarım. Ona görə təxmini yazıram. Rasim, burada yazıram basketbolçu. Buradan da bir çox şey tapılır. Deməli, Samir ilə Rasim əvvəla basketbolçu deyirlər. Samir ilə Rasimə basketbola çıx qoyuram. Bundan başqa görürəm ki, müəllim qabaqda oturmuşdu. Samir ilə Rasim arxada oturublar. Deməli, Samir ilə Rasim müəllim deyil. Samir ilə Rasim müəllim deyil. Sonra Kamal deməli qabaqdadır, amma basketbolçu arxadadır. Deməli, Kamal basketbolçu deyil. Yəni, bir dənə cümlədən bir xeyli məlumat çıxır. Növbəti ipucuya baxıram. Elnur basketbolçunu uşaqdan tanıyır. Deməli, Elnur basketbolçu deyil. Baxın, basketbolçunun olduğu sütunda hamısına çıx qoymuşam. Deməli, A hərfi basketbolçudur. Anar. İndi anar, onda digər peşələri anar üçün çıx qoyanda müəllim tapılır ki, müəllim E hərfidir, Elnur. Elə Elnuru soruşurdu, Elnur oldu müəllim. Sadəcə bir dənə tez o birilərini doldurmağa çalışaq. Deyir, Samir və Kamal rəqs eləmirlər. Deməli, Samir ilə Kamal rəqqas deyil. Bu qədər. Baxıram ki, başqa bir ipucu qalmadı. Samir ilə Kamal rəqs eləmirlər. İndi bəlkə də uzadıb buralarda biraz da yoxlayıb o biriləri bəlkə tapmaq olar. Amma ki, bizdən elə Elnuru soruşurdusa, biz də Elnurun peşəsini tapdıq.
Burada baxın R tapılır məsələn. R-nı görürsüz. R-ya üstə gəl. Çünki bir dənə boş qalmışdı. Deməli rəqqas oldu R hərfi. Rasim. Fərid Kamildən böyükdür. Fərid böyükdür Kamildən. Aynur Fəriddən böyükdür. Onda Aynuru da yazdım Fəridin qabağına. Deyir, Aynur Fəriddən böyük, lakin sonradan kiçik olan Aydından kiçikdir. Xəbəri sondan götürürəm də. Aynur kimdən kiçik idi? Aydından. Hansı Aydından? Sonradan kiçik olan Aydından. Aynur deyir Fəriddən böyükdür. Onu bildik. Lakin sonradan kiçik olan Aydından kiçik idi. Aynur Aydından kiçik idi. Hansı Aydından? Sonradan kiçik olan Aydından. Aynur kiçik idi Aydından. Bir dənə həmin bu cümlə çaşdırıcıdır biraz. Aydın da kiçik idi sonradan. Ortancıl kimdir? Ortada kim dayanıbsa o. Aynurdur variant. Deməli, psixoloq, pedaqoq. Deməli, hərəsindən 2 nəfər lazımdır. Ona görə bunları ayırıram. Amma nəticə itibarilə 2-2 yazsam da bunlar 4 nəfər 4-ü bir yerdə işləyəcək. 4 nəfəri bir heyət qurmaq lazımdır. Bizim əlimizdə 4 dənə psixoloq var, 3 dənə pedaqoq var. Amma qadağalar verib. Deyir ki, Samir nə Muradla işləməz, nə Fuadla. Bunları yazmalıyam burada. Samir Muradla işləmir, Fuadla işləmir. Samirlə Murad olmaz. Məsələn, Samirlə Murad olmaz, deməli Muradla da Samir olmaz, misal üçün. Samirlə Fuad olmaz, deməli Fuad olan yerdə də Samir olmaz. Bu aydın məsələdir. Samirlə də Fuad olmaz. Sonra deyir ki, Rəşadla Emil də olmaz. Rəşadla Emil də olmaz. Rəşad üstə gəl Emil. Baxın, burada bizim əlimizdə, burada bu sualın çətinliyi nədədir? Bizdən sualı variantlardan tapmamızı istəyir. Deyir, hansı mütləq doğrudur? Mən gərək onda heç nə verməyib bizə. Mən gərək bir-bir variantlardan yerinə qoyum, yoxlayım, yerinə qoyum, yoxlayım. Hansı mütləq doğru deyirsə, o deməkdir ki, həmin cümlədə, məsələn, deyir, Fuad daxil edilsə, Rəşad da daxil edilməlidir. Deməli, mən bura Fuad yazandan sonra Rəşadı yazmaqdan başqa alternatifim qalmırsa, məcburamsa Rəşadı yazmağa, deməli, bu mütləq doğrudur. Amma yox, Rəşadı yaza da bilərəm, yazmaya da bilərəmsə, mütləq doğru deyil. Və yaxud da bəlkə Rəşadı ümumiyyətlə yaza bilmərəm, deməli, bu doğru deyil. İndi bunu yoxlayacağam. Burada biz necə düzgün variantı tez tapmaq üçün nəsə eləyə bilərik? Ən azından bir ehtimal kimi. Yəni, bir ipucu kimi. Burada bizdə 7 nəfər insan var, 4 dənə yer var. Burada deməli, bir neçə versiya mümkündür də. Amma bu qadağalar olan şəxslər var. Qadağalar olan şəxslərdən alınmaz. Yəni, Samir yazdığım yerə, məsələn, Murad yaza bilmərəm. Samir varsa yanında Fuad olmaz. Onda mən baxım görüm ki, yəni onda Samirin olduğu yerdə ehtimallar biraz az olacaq. O bir 3 nəfərlə bağlı. Çünki deyir, Samir varsa Murad olmaz. Samir varsa Fuad olmaz. Belə-belə şərtlər qoyur, sanki insan sayı azalır. Onda mən elə burada baxmalıyım ki, bu şərtlərimə. Hansı adamla bağlı şərt çoxdursa, deməli, onunla bağlı ehtimal azdır. Yəni, Samirin olduğu yerdə o bir insan sayları, seçimlərim azdır. Deməli, mən onu yoxlasam, variantlardan Samirlə bağlı olan cümləni yoxlasam, bəlkə də elə böyük ehtimal o çıxa bilər. Çünki deyir, Samir daxil edilsə, Emil də daxil edilməlidir. Bəlkə doğrudan da o qədər şərtlər qoyub ki, qadağalar. Bəlkə məcburən biz Emili daxil eləməli olacaq. Amma alınmasa təbii ki, bir dənə səhv variantlardan da yoxlayarıq. Samiri yazıram bura. Samir olan yerdə Murad olmaz, Fuad olmaz. Muradı silirəm, Fuadı silirəm. Baxın, 3 dənə pedaqoq var idi. Murad olmaz deyə avtomatik 2 dənə pedaqoq qaldı. Cahangir, Emil. Mən məcburam ki, onsuz bura Cahangir yazım, Emili yazım. Çünki başqa şans qalmadı. Muradı yaza bilmirəmsə, bu 2 nəfər tamamlanmalıdır da. Deməli, Samir olan yerdə Emil mütləq olmalıdır. Başqa çarə yoxdur. Çünki Muradı silməliyəm. Muradı siləndə də Emillə Cahangir məcburən qalır. İndi bu biri məsələn Rəşad da bəlkə ola bilərdi. Məsələn, bu biri onsuz çox da önəmli deyil, Emildən söhbət gedir. Bura Rəşad qoyanda görürəm ki, Rəşad üstə gəl Emil olmaz. Onda Rəşadı da oradan silərəm, məsələn, Kamil qoyaram. O problem deyil. Amma əsas odur ki, Samir olan yerdə Emil mütləq yazılmalıdır. Bir dənə də səhv varianta baxaq. Mütləq doğru olan variant E-dir. Burada Samirdən məsələn başlamağa ipucu kimi götürə bilərəm. Çünki Samirin adı çox çəkilmişdi. Samirlə bağlı qadağa çox idi. Bir dənə A-nı yoxlayıram. Deyir, Fuad olarsa Rəşad da olmalıdır. Yəni məcburən də deyir, Fuad varsa məcburən Rəşad da olmalıdır. Fuadı yazıram. Fuadla bağlı qadağalara baxıram ki, bir dənə bu var ki, Fuad olan yerdə Samir olmaz. Samiri sildik. İndi axı Rəşad da qalıb, Kamil də qalıb. Onda yoxlayaq. Bəlkə doğrudan da Kamil olanda problem olacaq. Məcburən bir Rəşadı götürməliyik. Onda elə Rəşadın birinci özünü yoxlayıram. Fuad Rəşad. Rəşad olan yerdə Emil olmaz. Emili buradan silsək, Cahangir Murad. Tamamlandı. Amma mütləq doğru deyir. Yəni Rəşadın olmağı deyir ki, məcburidir. Əgər Kamil alınmasa, deməli doğrudan da Rəşadın olmağı məcburidir. Kamili qoyuram. Kamil alınırsa, deməli A düz deyil.
Çünki mütləq doğru istəyir. Kamili bura yazanda Fuad Kamil. Psixoloqlarla işim bitdi, qaldı pedaqoqlar. İndi Cahangir, Murad, Emil istədiyimi qoya bilərəm. Çünki Kamillə Fuadla bağlı başqa qadağa qalmayıb. Cahangir qoyaram, Murad qoyaram. Cahangir qoyaram, Emil qoyaram. Əsas məsələ odur ki, deməli biz Rəşaddan asılı deyilik. Biri Fuad olanda Rəşad məcburi yanına gəlmir. Ola da bilər, olmaya da bilər. Olur E variantı. 5 nəfər bir sıra üzrə əyləşib. 5 dənə yer ayırıram. Sıranın əvvəlində və axırında əyləşənlərdən biri Samirdir, biri Əsmər. Gəlirəm 1 və 5-ə Samir və Əsməri yazıram. Birazdan yerləşdirərəm. Sadəcə bildim ki, 1 və 5 artıq doludur da, yəni ya Samirdir, ya Əsmər. Davam eləsək. Samirlə Əsmərin sonra deyir ki, Fuad Rasimin solunda əyləşib. Baxın, burada cümlələrdə diqqətli olmaq lazımdır. Fuad Rasimin solunda əyləşib. Amma o demək deyil ki, düz yanbayan dayanıblar. Bəlkə elə aralı dayanıblar. Sadəcə bu məlumatı bilməliyik də, yəni dərhal solunda desə hə. Amma deyir ki, Fuad Rasimin solunda əyləşib. Bu olsun Fuad, bu da olsun Rasim. Bəlkə arada başqa adamlar da var. Amma yenə də ona görə bunları məsələn yan-yana yazıb birləşdirmirəm. Amma dəqiq desəydi birləşdirərdim. Sadəcə yazıram ki, Fuad, soluna da yazıram ki, Rasim. Sola da yazıram ki, Rasim. Beləcə qalacaq. Fuad böyükdür Rasimlə. Belə düzəndə Fuad Rasimdən qabağa yazılmalıdır. Arzu Əsmərin sağında əyləşib. Əsmərin adı bir dəfə də çəkilmişdi. Əsmər 5-də olsa, onun sağına Arzunu qoya bilmirəm. Yer yoxdur çünki. Deməli, Əsmər 1-dədir. Əsmərlə Samir 1 və 5-də idi. Əgər Əsmər 1-i tutursa, Samir də avtomatik 5-i tutur. Çünki 1 və 5 Əsmərlə Samirin idi. Bir də təzədən qayıdıram o Arzunun cümləsinə. Deyir, Arzu Əsmərin sağında əyləşib. Yenə əslində düşünə bilərəm ki, bəlkə elə Arzu aralı dayanıbdır. Amma təxmini buraya yazaq Arzunu hələlik. Bir dənə son cümlə qaldı, bizə kömək eləyir bu. Deyir, Rasim Samirlə Fuadın arasındadır. Samir buradadır, Fuadla Rasim də buradadır. Rasim Samirlə Fuadın arasındadırsa, bu olsun Rasim, bu olsun Fuad. Rasim Samirlə Fuadın arasındadır. Arzuya da 2 qalır. Ortada əyləşən kimdir? Fuaddır. E variantı.